Esselamu Aleyküm izləyicilər. Bu videoda sizə dəl hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 8-ci hərfi dəl hərfidir. Bu hərf dilin ucunu yuxarı kəsici dişlərin kökünə toxundurmaqla və ya üst ön dişlərin dibinə toxundurmaqla və hava axınını dayandıraraq tələffüz edilir. Azərbaycan dilində olan D səsinin tamamilə oxşarı və incə formasıdır. Səsləməsə nəzər salaq. Dəl, dəl. Dəl hərfi özündən sonra birləşməyən 6 hərfdən biridir. Bundan öncəki videoda sizə özündən sonra birləşməyən bir hərf keçmişdik. Bu əlif hərfi idi. Dəl hərfi də bu qəbildən olan ikinci hərfdir. Digər 4 hərfi növbəti dərslərdə keçəcəyik inşallah. Ekranda dəl hərfinin müstəqil kəlmənin əvvəlində, ortasında və yazışlarını görürsünüz. İndi isə praktiki olaraq yazaq. İlk öncə müstəqil formasını. Deməli, damanın yarısından yuxarıdan aşağı doğru çəkirik və sağdan sola doğru çəkirik. Bir daha edirəm. Deməli, yuxarı yarı hissədən, yəni diagonal formada aşağıya çəkib, daha sonra sağdan sola doğru çəkirik. Bir daha yazıram. Qeyd edim ki, bu hərfin iki cür yazılışı var, yəni özündən sonra heç bir hərfə birləşmədiyi üçün iki cür yazılışı var. Ona görə müstəqil forma və kəlmənin əvvəlində olan forması eyni formada yazılacaq. Sanki insan qolunun qatlanmış forması da bənzəyir, yəni dirsək formasına, yəni bunu dirsək kimi təsəvvür edin, yəni insan qolunu qatlanmış kimi yazırıq. Kəlmənin ortasında isə yazılışı sondakı yazılışla eynidir. Belə deyək, normal yazırıq və sağ tərəfdən bir çıxıntı veririk. Yazıb sağ tərəfdən çıxıntı veririk və ya çıxıntını ilk öncədən verib daha sonra bu formada da yaza bilərsiniz. Yəni iki cür yazılışı olan ümumiyyətlə hərflərin əvvəl və müstəqil forması eyni olur. Orta və sondakı yazışları da eyni olur. Yəni bu formada yaza bilərsiniz. Xatırladım ki, bu hərfi ola bilər ki, H hərfinin ortadakı yazılışı ilə qarışdıra bilərsiniz. Yəni o hərfin ortadakı yazılış forması, yəni bu formada yazılır. Yəni burada biraz fərq var. Yəni görürsünüz, amma biz burada bu şəkildə yazdıq. Bir qədər oxşasa da, yəni ərəb dilli mətnləri oxuduqca, yəni o vizual olaraq o fərqi görəcəksiniz. Siz də bu hərfin formalarını, müxtəlif yazılış formalarını ən azı bir sətr yazaraq praktika edin. Bu qədər. Esselamu Aleyküm.